İçəri şəhərdə 14 fevrala özəl yarmarka açılıb. Sevgililər günü münasibəti ilə 15 fevrala qədər davam edəcək. Çox az vaxt qalıb. Düşünürəm ki, vaxt itirməmiş bura getməlisiniz. Aksesuarlar, əl işi çantalar, əl işi oyuncaqlar, gildən hazırlanmış əl işi stəkanlar, kofe satılan stendlər, daha sonra mənim əməkdaşım olan Freya stendi də var. Freyanın qiymətləri hər zaman münasibdir. Müxtəlif seçimlər var və Berlinerlərin dadlarını da çox bəyənirəm. Yolunuz düşsə yoxlaya bilərsiniz. Ən çox seçimli şirniyyatlar bu stenddə idi. Şirniyyat alırsınız və yanında çay ödənişsiz idi. Paxlava şəkəri bura 3 manata. Hətta 14 fevrala özəl belə stəkanda tort da var idi 15 manata. Həmçinin Light Coffee-də bu yarmarkada iştirak etmişdi. Burada da balaca ürək formasında deserti bəyəndim. Vətən stendində də müxtəlif hədiyyəli gözəl məhsullar var idi. Əl işi oyuncaqlar da, daha sonra növbəti bol əl işi oyuncaqlardan ibarət olan belə sevgililər günü özəl stenddə də yaxınlaşdım. Bu yarmarka şirniyyatdan bol idi. Bu stenddə də Magnolia Brownie 5 manata, çayda ödənişsiz. Odur ki, gedib gəzib dəstək olmaq lazımdır. Onda hədiyyəmi götürüb çıxdım.